Əvvəla onu deyim ki, 9-cu sinifdə 3 şəkil üzrə hekayə qurmada zaman olaraq keçmiş və keçmiş davam edici zaman verdikdə bizim hekayəmiz daha təbii alınır və daha doğrudur. Ancaq yenə də mən bunu indiki zaman üzərində yazılıbdır, ona uyğun cümlələrin quruluşunu yoxlayacağam və səhvləri deyəcəm. Əvvəla one day burada vergül işarəsi olacaqdır və burada girl kiçik hərflə veriləcək. On the sofa she uses her tablet. The girl spends a long time at home. She doesn't, inkar vermişəmsə doesn't do deyəcəm. Doesn't do və bilirik ki inkar cümlədə də any physical activities verərik. Any physical activity. Her father comes home. The father starts to talk. Talk deməli to ilə işlənəcəkdir. To talk to his girl deməyək də buna. Qızla deməyəcəyik. Qız övladı ilə deyəcəyik. Öz qızı ilə, yəni daughter qız övladı ilə danışır. He offers his girl, yenə to-ya ehtiyac yoxdur. Əgər someone gəlibsə, yəni canlı offers canlı gəlib. To walk a little. Her father talks her, ona danışır yox, deyir deyək də, deyir ki, təmiz havada gəzmək faydalıdır. Tells her walking in the fresh air is good, faydalıdır, bəli. The girl agrees with her father's advice. They decide to go to the park olacaqdır. Həmişə deyirəm, sayılan tək ismin qarşısını boş saxlamaq olmaz və spesifik bir parka getdiklərinə görə the park together olacaqdır. Baxın, burada olacaq, together. Finally, vergül, kiçiklə ver. The father and the girl walk. Their dog joins them. The girl enjoys a lot. Enjoy'dan sonra walk-u ing ilə ver. Walking in the fresh air. A lot-u da gətir sona. A lot. Aha. They spend, biz əzbərləmişik artiklı ifadələrdəki yaxşı vaxt keçirmək, yəni time burada sayılmayandır. Ancaq qarşısında təyin edici gəldiyinə görə mütləq artiklı verməliyəm. They spend a nice time together. Yenə də burada hərf səhvimiz var. Have a nice time, have a good time da deyə bilərik together. Belə, amma yenə də deyirəm ki, bu hekayəni yazarkən hekayəni keçmiş və keçmiş davam edici zamanda verməyimiz daha doğrudur.